Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur. Salam hörmətli 102 Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. 102 Xəbər Info və Inform Xəbər TV əməkdaşları olaraq ezamiyyətdə olduğumuz Sabirabad rayonunda Şəhidlər Xiyabanındayıq. Bugün biz müqəddəs bir məkanda Şəhidlər Xiyabanındayıq. Bura Azərbaycanın azadlığı uğrunda, müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igid övladlarımızın uyuduğu məkandır. Şəhidlərimizin qəhrəmanlığı sayəsində bugün biz müstəqil vətənimizdə azad yaşayırıq. Onların ruhu qarşısında baş əyirik, hər birini ehtiramla yad edirik. Bu torpaq üzərində azad nəfəs alırıqsa, bugün Şəhidlər Xiyabanında əlimiz ürəyimizdə dayanırıqsa, bu vətən uğrunda canından keçən qəhrəmanlarımızın sayəsindədir. Hər daşın altında bir tarix, hər məzarın üstündə isə bir igidin adı yaşayır. Onlar bizim üçün ölümsüz oldular. Adlarını qanla, sədaqətlə, vətən sevgisi ilə yazdılar. Şəhidlər təkcə ailələrinin deyil, bütün Azərbaycanın övladlarıdır. Onların ruhu daima bizimlədir. Hər bayrağımızda, hər anımızda, hər addımımızda bizimlədir. Bizim borcumuz onları unutmaq deyil, əksinə onları yaşatmaqdır. Çünki Azərbaycan xalqı olaraq hər birimizin dilində bir şüar var. Şəhidlər ölməz, vətən bölünməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 102 Xəbər Info və Inform Xəbər TV sosial şəbəkələrinin efir aparıcısı Gilas Mahir qızı və 102 Xəbər Info və Inform Xəbər TV'nin informatoru Nəzakət Rüstəmova.